Bədii gülüş. Mövzumuz oldu bədii gülüş. Bir dəqiqə çoxlar. Aha. Bədii gülüş, buna qabaq janrlar keçdik, növün janrları. Orada da hansı əsərlərdə ortaq cəhət kimi götürmüşdük, hansı əsərlərdə gülüş var idi, bir yadınıza salaq. Təmsil, komediya, lətfə, novelada da var, düzdürsən. Yanıltmac, düzdür. Felyeton, o da satirik məqalədir də, orada da gülüş var. İndi burada ümumi dedik ki, ümumi gülüş. İndi orada dedik humoristiki var, satirik var, indi gəl bu müəyyən edək. Gülüş nədir? Gülüş, bədii gülüşün iki növ var. Satirik gülüş, humoristik gülüş. Satira, humor. İndi gəlin görək burada bunların arasındakı fərq nədir? Satirik gülüş, uşaqlar baxın, altına xətt edə bilərsiniz. Acı, öldürücü, ifşa edici. İfşa edici nədir? Biabır edici. Nə olur? Biabır edici, ifşa edici, qəzəb, məhv edici gülüş. Yəni, satirik gülüş olan əsərlər, bilirsiniz necədir? Həm gülür, həm gülür. Həm də gülə-gülə onu tənqid edir. Elə bir iç yüzünü açır, biabır edir, ortaya qoyur. Humoristik gülüş nədir? Humoristik gülüş acı gülüşdür. Məsələn, biz gülürük, gülməyə, amma güldükcə də eyni zamanda yazığımız gəlir. Yəni, o adamın halına acıyaraq gülürük. Buna misal göstərə bilərik, aşağısında keçirsiniz, məktəb dərsində var. Novruzəlini, Cəmal Mətquzadənin poş qutusu. Novruzəli görürsünüz, o qədər savadsız idi ki, bilmir ki, poş qutusu nədir də? Paştalyon gəlib qutunu aparanda paştalyonu döyür ki, bəyimin məktubunu uğrayıb fara aparsan. Biz onun hərəkətinə gülürük, amma onun halına da acırıq. İndi Novruzəli kimi o qədər, yəni həmin dövrdə bizim Azərbaycanlılarımız demək olar ki, hamısı o gündə idi. Savadsız idi. Bu təbii onun günahı deyildi də, devrin, zamanənin günahı idi. Ona gülürük. Və ya Dərviş-i Məstəli Şah, Mirzə Fətəli Axundzadənin Dərviş-i Məstəli Şah komediyası. Məsələn, orada Şəhrəbanu var, Şərəfnisa var, Xampəri var, qadın obrazı. Bunlar bir çətinə düşür və indi Şahbaz bəy Fransaya getməlidir. Bunlar da narahatdır ki, Fransaya Şahbaz getsə qaydası deyil də. Getdi orada Frank qızlarını gördüsə, bura qaydası deyil. Və bunlar nə edirlər? Çarə kimi caduda, çarəni caduda axtarırlar. Xampəri gedir, falçı gətirir, Dərviş-i Məstəli Şah. İndi biz orada ikisinə də gülürük. Dərviş-i Məstəli Şahın hərəkətlərinə də gülürük. Onun o artistliklərinə də gülürük. Xampəri, bu Şərəfnisə, Şəhrəbanu, onlara da gülürük, amma iki cür gülüş var. Bu qadınlar çarəsizlikdən bunu elədilər. Son çarə, molla, cadu, çarəni bunda tapdılar. Bunların o savadsızlığına gülürük, o çarəsizliklərinə gülürük. Amma Məstəli Şaha bu humoristik gülüşdür. Məstəli Şahın bunları ələ salmaq, bunların başına oynaşmağı, fırıldaqla bunların təsəvvür elə, gedir evdə qızın toy pulu var idi, toya saxladıqları pul ki, bunu toyunu edəcəklər. Həmin pulu hamısını gətirir, Məstəli Şaha verir. Yəni, o toy pulunu belə bunlardan mənimsəməsi, külli miqdarda pul. Biz onun hərəkətinə gülürük, həm də ki, Məstəli Şaha biraz qəzəblənir ki, yəni belə də vicdansızlıq olarmı? Sən bu qadınları ələ sal, bunların saflığından istifadə elə, soy get. Ona isə satirik gülüş gülürük. O ifşa edici gülüşdür. Aydındırmı? Bildiniz də burada. Burada da nümunə göstərib. Şəhrəbanu ilə Məstəli Şahın nitqini veribdir, diyaloqunu verib. Və o nitqindən görürük, onların o danışığına ilə biz gülürük. Bunu oxuyarsınız, yəni bunu burada oxudub vaxt aparmaq istəmirəm. Demək, testə düşür. Məstəli Şahı güldüyümüz gülüş satirik gülüşdür. Amma o qadın obrazları ki var. Şəhrəbanu, Şərəfnisa, Xampəri, onlara güldüyümüz gülüş humoristik gülüşdür, acı gülüşdür. Sonra gəldik nəyə? Burada nə yazıb? Baxın, şifahi xalq ədəbiyyatında hansı janrlarda gülüş var, yazılıda hansı janrlarda gülüş var. Biz bayaq dedik, yenə deyək. Şifahi xalq ədəbiyyatında yanıltmacdır, qarabəllidir. Hansı ki, orada gülüş var, lətfədir. Lətfədə ikisi də var. Nə demişdik? Həm humoristik, həm satirik. Hətta orada satirikin güclü sarkazm da deyirdi vardı. Yəni pik nöqtə, o sarkazm da var idi. Yazılı ədəbiyyatda komediya, felyeton, bunlarda da gülüş. Bax, komediyalarda da iki gülüş var, humoristik. Məsələn, Məstəli Şah, Dərviş-i Məstəli Şah bayaq dediyim, o komediyadır. Orada həm humoristik gülüş var, həm satirik gülüş var. Felyeton, biz ona tənqidi məqalələr deyirik. Tənqidi məqalə. Gülüş, həm də ifşa edirik. Satirik gülüşdür. Keçdik nəyə? Bədii əsərin quruluşu. Demək, siz testləri işləyəndə, indən belə ki, nə qədər əsər keçsək,
Hamısında bunu yəni vurğulayacaq da bəri başdan bunu gözə alın. Əsər keçdim, hə yaxşı elədik keçdi. Əsərin məzmunu, forması. Məzmun xüsusiyyətləri, forma xüsusiyyətləri. Və bu testdə beləcə davam eləyə gedir. Hətta şərtindən ötər salır. Tutaq ki, say şərtində salıb ki, məsələn elə dərvişi məsəlişi. Say şərtində salıb ki, məsələn komediyanın məzmun xüsusiyyətlərinə aid deyil. Məzmun xüsusiyyətlərinə aid deyil. Orada da əsərin forma xüsusiyyətlərindən verir. Məsələn, deyir ki, dialoqlar əsasında qurulub, orada remarka var, göstəriş var. Hə, uşaq da deyir ki, mən düz deyir də var da, burada dialoq var. O saydıqları onun forma xüsusiyyətləri. Məzmun xüsusiyyəti deyil. Məzmun xüsusiyyəti nədir? Kim telefonu da şey eləsin. Evdən istəsən ki, aça bilərsən. Məzmun və forma xüsusiyyətləri. Gəlin bunu görüm lövhəyə də çevirin belə. Bunu yazın. Yazanda daha yaxşı başa düşərsiniz. Hə, lövhə görünür. Bax, buraya yazıram əsər. Əsərin məzmun xüsusiyyətləri var. Bir də var forma xüsusiyyətləri. Forma xüsusiyyətləri. Əsərin məzmunu deyəndə nə nəzərdə tutulub? Mövzusu və ideyası. Aha. Mövzusu və ideyası. Baxırsınız. Məzmun ayrı şeydir, mövzu ayrı şeydir. Mövzu ilə ideyanın cəminə bir yerdə deyirik əsərin məzmunu. Bu forma xüsusiyyətləri hələ ki qoyaq bir tərəfə. Gəlin buradan danışaq. İndi sizə bir sual verim. Yaxşı, qoy bunu da yazın, sonra bunu əsərin üstə tətbiq edin. Forma xüsusiyyətləri deyəndə nə nəzərdə tutulur? Əsərin janrı. Yəni bu əsər nədir? Hekayədimi, povestimi, oçerkdimi, komediyadımı, novelladımı? Əsərin janrı. İndi tutaq ki, lirik növdədir də, tutaq ki, qəzəldir, elə. Mənə verilən əsər qəzəldir. Bu qəzəlin başlayırsan deməyə, bunun vəzni nədir? Əruzdur, heyecandır, yoxsa sərbəst vəzindir? Bunun şeir şəkli nədir? Şeir şəkli, yəni ikilikdirmi, üçlükdürmü, dördlükdürmü, beşlikdirmi? Şeir vahidi nədir? Yəni bənddirmi, beyitdirmi? Qafiyə quruşu necədir? Qafiyə. Hə, qafiyəsi necədir? Bütün bu xüsusiyyətlər onun forma xüsusiyyətləri gedir. Bax, bunlar onun forma xüsusiyyətləri. İndi bir sual verim. Sizcə, tutaq ki, yazıcı əsər yazmaq istəyir. Əsər yazmaq istəyir. Əsər yazarkən sizcə birinci onun mövzusunu düşünər, yoxsa onun janrını? Yəni birinci formanı nəzərə alar, yoxsa mövzunu, məzmununu nəzərə alar? İndi tutaq ki, yazıcı belə mi düşər? Bir düşünün. Məsələn, otursun desin ki, mən Xocalı faciəsi haqqında bir hekayə yazmaq istəyirəm. Xocalı faciəsi haqqında belə mi fikirləşər, yoxsa belə mi? Mən hekayə yazım, mövzun fərqi yoxdur, mütləq şəkildə hekayə yazmalıyım. Sizcə hansını fikirləşər? Yəni, birinci mi məntiqə uyğundur, ikinci mi? Təbii ki, birinci. Təbii ki, birinci. Ona görə birinci məzmundur, yadda saxlayın. İkinci forma. Testlərdə də düşür. Forma məzmundan yaranır. Forma məzmundan. Ədib birinci əsərin mövzusunu fikirləşir. Mən nədən yazdım? Yaxşı, bu əsəri yazdım. Onun ideyası. İdeya nədir? Mövzudur. Mövzu odur ki, əsər nədən bəhs edir? Baxın, nədən bəhs edir? Bu cümlə oldu artıq. Bunu böyük hərflə yazaq. Əsər nədən bəhs edir? Əsərdə nədən danışılır? Bu onun mövzusudur. Məsələn, vətəndən mi danışır, anadan mı danışır, məhəbbətdən mi danışır? Görürsünüz, qəsidə ilə qəzəli fərqləndirmək üçün nə dedik? Dedik ki, qəzəl daha çox məhəbbət mövzusunda olur. Qəsidə ictimai mövzuda olur. Yəni, dövrün çatışmazlıqlarından, eyiblərindən falan belə danışır. Görürsünüz mü? Mövzu budur. Yəni, nədən danışır burada? İdeya nədir? Müəllifin bizə çatdırmaq istədiyi başlıca fikir. Başlıca fikir. Aha. Müəllifin bizə çatdırmaq istədiyi başlıca fikir nədir? Yəni, müəllif fikirləşir. Mən tutaq ki, 20 yanvar mövzusunda bir əsər yazmaq istəyirəm. Çindən gəlir ki, mən bu faciəmi bütün də hər kəsə çatdırım. Və yazmağa başlayır. Yazanda deyir ki, yaxşı, mən bu əsəri yazdım. Bu əsərlə mən oxucuma nəyə çatdırmaq istəyirəm? Hansı fikir aşılamaq istəyirəm? Məsələn, 20 yanvar mövzusunda yazılmış 2 əsər deyirsiniz. 20 yanvar mövzusunda 2 əsər. Biri, bu blok imtahanda var, Sabir Əhmədlinin dərs hekayəsi. Mövzusu nədir? 20 yanvar. Demək istədim nədir? Elə əsərlər rastınıza çıxa bilər ki, 2 əsər. Mövzusu eynidir. Məsələn, bu da 20 yanvardan danışır, bu da 20 yanvardan
fərqli ola bilər. Ona görə, bax, bura yazıram. Diqqətli olun. Elə əsərlər var ki, mövzusu eyni olar, amma ideyası fərqli ola bilər. Məsələn, o dərs hekayəsində 20 yanvar faciəsindən sonra əhalinin vəziyyəti durumu nə vəziyyətdə? Yadınıza gəlib, oxumuşduq biz onu ki, məktəbə yuxarıdan qərar gəlmişdi ki, uşaqlar, müəllimlər məktəbə gəlmədi, hər kəs işə çıxsın. Hələ asfaltda qan yurulmuyor, qan qurumuyor şəhidin qanı. Deyir işə çıx. Tanklar, qanlı maşınlar, hamısı küçənin ortasına cəmaət işə gedir. Çünki yuxarıdan da belə əmr var da olmalıdır. Orada 20 yanvardan sonraki vəziyyət necə idi? Bakı əhalisinin güzaran necə idi? 20 yanvarın törətdiyi faciə, onun əhalidə yaratdığı, belə deyim də, psixoloji travma, bunlar ideya buydu. Bir əsərdə var, o blok imtahanında yoxdur, hansısa dərslikdə neçən seti yadından çıxıb dərslikdə var idi. Desəm yadınıza düşərik, İlham və Fərizədən bəhs edirdi. Ana içəri girir, baxır ki, İlham və Fərizənin otağında, ay sağ ol, quşdur, amma başı insan formasında, gözünə görünür. Və fikirləşir ki, o İlham və Fərizənin toy təzə olmuşdur, onların otağıdır. Və o fikirləşir ki, bu 100% İlhamla Fərizənin ruhudur. Adətən inanca görə deyir, insan öləndən sonra ruhu quşa qonur. Belə bir inanc var. Deyir, 100% onların ruhudur da, gəlib bunların otağına. Bax, orada o İlhamla Fərizənin arasında olan saf məhəbbət. Əsərdə əsas ideya kimi bunu önə çıxartmışlar ki, bunların məhəbbəti o qədər güclüdür, yəni ruhları da bir yerdə gəliblər. Fikir versiniz, mövzu eynidir, olur da 20 yanvar şəhid olur da, amma ideya fərqlidir. Fikir verdinizmi? Getdi. İndi bildinizmi mövzu nədir, ideya nədir? İdeya müəllifin bizə çatdırmaq istədiyi başlıca fikir. Əsərdə əgər düşsək ki, əsərin məzmun xüsusiyyətləri. Sən o əsərdə başlansı, onun mövzusundan ki, başlayıb danışır. Misal üçün, sizə olan bir əsər, tutaq ki, Dərzi şagirdi Əhməd, keçidlərimizə deyim də, Dərzi şagirdi Əhmədin indi məzmun xüsusiyyətlərini sayıq. Başlayacaq oradakı hadisələr. Məsələn, fikirlər. Hökmdar Əhmədi nə qədər məcbur etdisə də, təhdid etdisə də, qorxutdusa da, Əhməd inadına inad sirri aşmadı, yuxusunu aşmadı, danışmadı. Bu nədir? Bu bunun məzmun xüsusiyyətidir. Niyə? Mövzusundan danışır çünki, mövzusundan. Və ya əsərdəki ideya məzmun xüsusiyyəti kimi verə bilər. Dərzi şagirdi Əhməd. İnsan səbrli olmalıdır, insan inadkar olmalıdır, insan məqsədyönlü olmalıdır, dözümlü olmalıdır, çətinlikdən qorxmalıdır və s. və axırı bilmir. Əsərin bir yox, bir neçə ideyası ola bilər. Bəzən müəllif bir əsərlə bizə bir yox, iki fikir çatdırır. Məsələn, Leyli Məcnun. Leyli Məcnunun, Məhəmməd Füzulun Leyli Məcnun, Qaynizdan Gəncənin Leyli Məcnun. Orada iki əsas ideya var. İdeyanın həmişə biri baş olur, baş ideya, əsas ideya. İkinci ləbər, belə deyim də, adı üstündə, ikinci dərəcədir, yardımcıdır. Məsələn, orada əsas azad sevgi yox idi o dövrdə, problem buydu, insanlar azad şəkildə bir-birini seçim edə bilməzdilər. Azad sevgi, ikinci ideya qadın hüquqsuzluq. Bu əsər vasitəsilə Füzuli bizə göstərdi ki, o dövrdə qadınların hüququ olmuyor, nə də azad sevgi olmuyor. İki ideya var mı? Var. İki ideya var mı? Var. Forma xüsusiyyətləri deyəndə də artıq bunlar. Məsələn, tutaq ki, Dərzi şagirdi Əhmədin xüsusiyyətlərini qatıb qarışdırır. Biri var, məsələn, orada onun mövzusundan danışır, bir də var, deyir ki, məsələn, nağıl janrındadır, hadisələr baş qəhrəmanla bağlı olur, ən qədim janrdır. Bunları görsən, söhbət onun nəyindən gedir? Forma xüsusiyyətinə. Bax, əsərlərdə bunu gözə alın, 100% bu sizi gözləyir, düzgün fikir, səhv fikir, düzgün fikir, səhv fikir. Məzmuna aid xüsusiyyətlərlə formaya aid xüsusiyyətləri qatıb qarışdırır. İnsan şərtində bax, səndən bunu mu istəyir? Bunu mu istəyir? Bunaca diqqətli ol. Fikrim çatıra bildiyi. Bildiniz mövzu nədir, məzmun nədir? İdeyanın mövzu birləşməsinə deyirik məzmun. Bu isə nəzəriyyə hissə, o keçdiyimiz nəzəriyyə hissə, janrı, bəzi şəkli, adı və s. Bu oldu bizim nəyimiz? Bu oldu bizim bədii əsərin quruluşu. Bədii əsərin quruluşunda məzmun, forma, mövzu, ideya. Mövzu burada nə yazır? Əsərlər hansı mövzularda ola bilər? Məsələn, müxtəlif mövzular var da, bayaq da saydım. Vətən, məhəbbət, əmək, qəhrəmanlıq, camsədəsi, ictimai mövzular və s. İndi mövzuya tərif kimi burada nə yazıb? Yazıb ki, baxın, dövr üçün səciyyəvi olan,
Yəni müəllif elə bir mövzu seçməlidir ki, həmin dövrdə belə deyim də, səciyyəvi olsun, həmin dövrün xüsusiyyətlərini özündə göstərə bilsin o mövzu. Sonra yazıçının dərk edib seçdiyi, bədii əsərə gətirdiyi həyat hadisələrini mövzu deyilir. Qısacası, mövzunu hardan götürür? Müəllif hardan götürür? Həyatdan. Həyat hadisələrini əsərinə gətirir. Bu nədir? Mövzu. Cənubi Azərbaycana keçək. Cənubi Azərbaycanda bizim yazıçılarımız, şairlərimiz. Tutaq ki, Qızıl Gönçələr əsərinə baxın. Ənvər Məmmədxanov. Dövr üçün səciyyəvi idi mi o yazdığı? Elə bir o dövrü bizə açdı, göstərdi. Bir anlıq getdik Cənubi Azərbaycan səyahət elədik, gəldik ki, bizim sənin uşaqlarımız, Azərbaycanlı uşaqlarımız məktəbli ikən, məktəbdə oxumaq əvəzinə gedib daş tərxanasında işləyirmiş. Özlə necə ayağı yalıb başa çıxır. Qarın üstündə ayağı yalın gəzir. Dövrü səciyyələndirdi mi? Göstərdi mi? Həyatda olan hadisəni, faktı, olan şey əsərə gətdi mi? Gətdi. Mövzudur da. Mövzunu hardan götürür? Həyatdan. Həyat hadisələrinin əsərə gətirilməsi mövzudur. Qutardı, getdi. Yada qalar. Keçdik. İdeya. Bayaq dedim. Başlıca fikir. Qeyddə nə yazır? Eyni mövzuda yazılmış əsərlərin ideyası fərqli ola bilər. Nümunə göstərdim sizə 20 yanvarla bağlı. Keçdik. Bədii əsərdə hadisə və surət. Hadisə və surət. Surət əvəzinə başqa hansı terminləri işlədə bilərəm? Obraz, personaj, eyni şey. Surət, obraz, personaj. İndi, əsərdə obrazı, surəti müəllif necə seçir? Müəllif o həyat hadisəsini bizə göstərmək üçün bir obraz seçir. Və o obrazın sayəsində onun başına gələn hadisələr nəticəsində dövrün hadisələrini bizə göstərir. Məsələn, Xəzəngül, Qılman İlkin İntiqam əsəri. Xocalı faciəsindən bəhs edir. Xəzəngülü bilirsiniz, keçən keçmişik, əsərin mövzusu bilirsiniz, nədən bəhs edir. Xəzəngülün tək qadına, yaralı qadın, körpəsi qucağında, çarəsizcəsinə damın altında qalmağı, bir tərəfdən də qonşu evi yanır, ağlaşır. Artıq bunda yanğın təhlükəsi də var. Gedə bilmir də, yaralıdır. Baldırı qopub, minaya düşüb. İndi bu tək Xəzəngülün mü başına gəlmişdi? Biz onu oxuyanda bir anlıq nə düşündük? Ay, orada minlərcə Xəzəngül var idi. Minlərcə Xəzəngül var idi. Tək o deyildi ki, həm Qılman İlkin Xocalı faciəsini bizə çatdırmaq üçün nə elədi? Xəzəngülü obraz seçdi. Surət seçdi. Əslində Xəzəngül Xocalıdakı bütün qadınların surəti idi. Bəli, yaratdı. Onun timsalında biz Xocalı qadınların başına nə gəlir? Bundan məlumatlanmış olduq. Surət, obraz, personaj bu demək. Obraz təkcə insan obrazları var. Xeyr, heyvan obrazı var, əşya obrazı var, bitki obrazı var, meyvələrin söhbəti. Ağaçlar danışır, Məhəmməd Füzuli, söhbətül əsmar. Orada obrazlar nədir? Ağaçlar, bitkilər, personajlar olardı. Çay dəstgahı, Cəlil Məmməd Quzayda. Personajlar nədir orada? Samovar, fincan, çay qaşığı. Əşyalar danışır, allegori. Sonra getdik, əşya surətindən başqa bir misal. Birdən testə düşər, qabanıza çıxar. Poçt qutusundakı poçt. O da bir əşya obrazı kimi gedir. Testə düşərmədən götürərsiniz. Gəldik nəyə? Peyzaj. Peyzaj nədir? Fransız sözüdür. Mənası ölkə, məkan, yer. Ümumiyyətlə, haradaca j səsi var. Peyzaj, sujet. Yada saxıb ki, bunlar fransız. Fransız dilində daha çox j işlədir, j səsi işlədir. Bunlar da fransız dilindən gəlmə sözlərdir. Peyzaj nədir? Təbiət təsviri. Təbiəti sözlə ədib elə şəklini çəkir ki, bir anlıq gözün qabağında. Ürəyim gedir şey üçün. Bahariyə. Şahsman Xatan Bahariyə. Onun ola, daha çox ərəb fars sözünə yüklüb də o. O tərcüməsini ki, üstünə yazıb oxursan, onu oxuyanda bir anlıq elə bilsən, meşədəsən. İnan, suyun şırıltısına qədər göstərir, quşların cəhcəhinə qədər göstərir. Bir anlıq elə bir o ab-havanı yaşırsan ki, gözünü yum meşənin ortasındasın. O təbiətin səsləri. Peyzaj bu var. Gəldik. Burada nə yazıb? Təbiət gözəlliklərinin təsviri insan əhval-ruhiyyəsi ilə vəhdət təşkil edir. Bunu çox vaxt belə verirlər. Məsələn, nümunə. Şeiri var. Dayan görüm yadımda. Mirzə Fətəli Axundsaydanın. Mirzə Fətəli Axundsaydan o səbuhi təxəllüsü ilə
şeirlər yazır axı. Səbuhi ilk lirik şeirlə başladı. Səbuhi təxəllüsünə şeirlər yazdı. Pushkinin ölümünə şeir yazmışdı. Aleksandr Sergeyeviç Pushkin, Rus şairi. Hə, onun ölümünə şeir yazmışdı. O şeirdə necə göstərib? Öz elə bil ki, keçirdiyi hisslərlə təbiətin keçirdiyi hisslər vəhdət təşkil edir, üst-üstə düşür. Bunun içi də qan ağlayır. Təbiət də, külək, fırtına, tufan, sanki təbiət də Pushkinin ölümünə ağlayır. Bunun içi də qan ağlayır. Təbiətlə keçirdiyi hissləri vəhdətdə verir. Vəhdət nə deməkdir? Bir yerdə birləşdirərək üst-üstə düşüb də belə vermişdir. Bura kimi aydın oldu mu? Gəlin nəyə? İnsan surətləri. Altından xəş çəkin. İnsan surətləri. Tip var. Xarakter var. Demək, insan surətlərini iki yerə bölürük. Tip, xarakter. Tip, xarakter nə demək? Buna tipikləşdirilmiş də deyirik. Tip, ümumiləşdirmə deməkdir. Xarakter, fərdiləşmə deməkdir. Fərdiləşmə. Bəzən həyatda olur, belə insanlar olur. Belə deyim də sizə tam aydın olsun. İnsan var ki, öz xarakterinə uyğun davranır. Öz xarakterinə uyğun davranır. İnsan var ki, qarşısındakının xarakterinə uyğun davranır. Bunlar fərqli şeylər. Qarşısındakının xarakterinə görə davranırsansa, sən 50 sifətin var. 50 sən cilddən cildə girəcəksən də. Baxırsan ki, qabandakı biraz belə zəhmli adamdır, başlayırsan da yaltaqlanmağa, qorxduğuna. Qarşındakı görəcəksən biraz cılız insandır, nə eləyəsən, başlayırsan onu əzməyə. Sən xaraktersizsən. Sən xaraktersizsən. Amma öz xarakterinə görə davranan adam, ona fərq yoxdur. Qarşısındakı vəzifəlidir, yoxsa adı qapıcıdır. İkisinə də eyni şəkildə davranır. İkisinə də öz mədəniyyətini göstərir. Və s. və axırda. Kim çatdıra bildirmir. İndi bax, belə xarakterik obrazlarımız var. Kimdir? Fərdi xüsusiyyətlərini, özəl xüsusiyyətlərindən seçilən obrazlara biz xarakter deyirik. Cahandar Ağa, Dəri Kür romanında İsmail Şıxlı. Ləzzət edir o obraz. O ziddiyyətli obrazlardan biri şeydir. Cahandar Ağadır da, ziddiyyətli obraz. Nədir o ziddiyyətli? Namus da kimi öldürdü? Bacısını. Özü də namussuzluq elədi. Neynədir? Başqasının halal hüquqlu arvadını götdü, gətdi özünü arvad elədi. Namussuzluq idi da belə götürdü. Namus da bacısını öldürür. Ziddiyyət mi? Ziddiyyətli obraz Rüstəm bəy idi. Həmzə idi, bir də Cahandar Ağa idi. Ədəbiyyatda bu iki gedir, ziddiyyətli obraz. Yəni ikili xüsusiyyəti var da. Öz elədiyi şeyə qayıdır. Öz əksinə gedir də, belə bir şeydir. Öz əksinə gedir. İndi Oqtay Əloğlu, məsələn, Cahandar Ağanın xarakterində elə xüsusiyyətləri var ki, o məsələn digər obrazlarda yoxdur. O onu tamam fərdiləşdirir. Digər obrazlardan seçdi. Və ya Oqtay Əloğlu. Oqtay Əloğlunun xarakterində elə xüsusiyyətlər var ki, yəni biz obrazlarda onu görə bilmirik. Məsələn, bu vətənpərvərlikdir, vətən üçün belə dərdən qabıqdan çıxmaqdır, nə bilim, anaya olan sevgi. Bunlar ümumi bir xüsusiyyət. Amma Oqtay da, Oqtay görürsünüz, hər şeyin üstündən xət çəkdi. Teatr seçdi. Ailəsinin üstündən xət çəkdi, teatr seçdi. Teatrı yox, daha doğrusu, xalqı seçdi. Xalqı seçdi. Teatrda xalq üçün seçdi. Gördünüz, Firəngizə qədər öldürdü. Ziddiyyəti deməyir. Şah Abbas belədir. Şah Abbası, məsələn, nağıllar əvvəl, nağılların ayrıca bir qolu var idi əvvəl, sonra onu ləğv elədilər. Tarixi şəxsiyyətlər haqqında olan nağıllar var idi. Hansı ki, bunu biz indi ancaq rəvayətdə görürük. Tarixi şəxsiyyət haqqında olan rəvayət. O nağıllar, Şah Abbas haqqında çoxlu nağıllar var. O nağılları biz iki qrupa bölmüşük. Şah Abbasın yaxşı obraz kimi göstərildiyi, Şah Abbasın mənfi obraz kimi göstərildiyi nağıllar. İndi onları yığışdırıblar, sadəcə bölüblər, heyvanlar, məişət, sehirli, ailə məişət. İndi ona biz ziddiyyətli deyə bilməli. Ziddiyyət bizə nədir? Bu əsərdə bu obrazı yaxşı göstərsin, o obrazda pis göstərsin, bu ziddiyyət deyil. Bir əsərin içində o obraz iki formada davranır. Məsələn, bəzən tanıya bilmirik. Məsələn, Rüstəm bəy götürək də, elə olsun, müsibət-i fəxrədir. Bir tərəfdən təhsilə önəm verir, bu buna yaxşı. Biz ona nə mənfi obraz deyə bilirik, nə müsibət obraz deyə bilirik. Yox, Şah Abbas belə deyim də, qızını sevə-sevə vermədi ki, məcburiyyətdən verdi. O şərtləri qəbul etməyə məcbur idi.
Bəli, düşmən Frank Paçayı gəlib üstü kəsmişdi axı onu. Məcburiyyətdən verdi. Öz könlü xoşluğundan sevərəkdən vermədi ki, məcbur qaldı. Çünki Əhməd ona şərt qoymuş. Ağıllı olanı görsən, şərt qoyub haralara getir. Hə, xarakteri bildiniz nədir? Oqtay Əloğlu ilə Cahandar ağanı göstərə bilərik. İndi gəldik, bəs tip nədir? Tipikləşmiş obraz nədir? Məsələn, burada nümunə kimi verib, altından xətt çəkib. Qurbanəli bəy, bəli, o dövrün, o yaltaq bəyləri ki vardı, Çar Rusyasının yaltaqlanırdı, vətən, onların tipikləşmiş obrazdır. Qurbanəli bəy də tipikləşmiş obrazdır. Hacı Qara, bütün nə qədər ki, günü bugün misal qalıb da, yəni kim ki xəstə elir, deyirlər ki, Hacı Qarasan, xəsislik eləyən, simçlik eləyən bütün insanların bir ümumiləşmiş obrazı var, Hacı Qara. Tip ümumiləşdirmə demədir. Yəni, bütün bu xasiyyətdə olan insanların xüsusiyyətini bir obrazda verir. Hacı Qara obrazında. Tipikləşmə demək, ümumiləşdirmədir, xarakter fərdiləşmədir. Öz xüsusiyyətlərinə görə seçiləndir. Qurbanəli bəy də misal göstərə bilərik, rahatlıqla. Yaltaq bəylərin ümumiləşdirilmiş obrazı. Kimdir Qurbanəli? Qurbanəliyə baxanda biz deyirik ki, Allah, bu devirdə bizim belə bəylərimiz olub, eləmi? Təhbi yox, ha, bunu kimlər də olur? Sonra keçdik. Baş qəhrəman. İnşallah, bir də var lirik qəhrəman. Lirik qəhrəman kimə deyirik? Bilirsiniz, şeirlərdə olur. Lirik növdə olan, lirik sözünü yadda saxlayın. Lirik növ, lirik qəhrəman. Eyni şeydir da. Görün bir də, bu mənim bütün saçımı yoluq elədi. Hə. Şeirlərdə. Lirik qəhrəman şeirdə olur. Axı şeirdə hər hansı bir hadisə təsvir olunmur, orada obraz seçilmir. Elə obraz şairin özüdür. Öz hisslərindən danışır, subyektiv fikirlərindən danışır. Öz daxili aləmi, düşüncəsi, arzusu, nifrəti, sevgisi bunu ifadə edib. Demək ki, lirik qəhrəman şairin özüdür, müəllifin özüdür. Lirik qəhrəman lirik növdə olur. İndi gəldik baş qəhrəman. Romana baxırsan, romanda bəlkə birdən 30-40 obraz olur. Amma onların içində bir baş qəhrəman olur, seçilən. Hansı ki, hadisələr çox şaxəli də olsa, yəni əsas hadisələr, belə əsas epizodlarda budur da, baş obraz budur. Bunun timsalında həyatı bizə anladır müəllif. Baş qəhrəman, iki baş qəhrəman da ola bilər. Hansı əsərlərin adlarında belə cütlük görsəz, məsələn, Leyli və Məcnun, ikisi də baş qəhrəmandır. Əsli və Kərəm, ikisi də baş qəhrəmandır dastanlarda. Xosrov və Şirin, bəli, cüt-cüt ad görəndə və ya Rəşid bəy və Saadət xan. Bu ikisi də nədir? Baş qəhrəman. Sonra gəlir yardımcı obrazlar var, yardımcı obrazlar. Və bu obrazları biz bölürük. Mənfi obrazlar, müsbət obrazlar. Kim mənə əsər deyər ki, baş qəhrəman mənfi obrazdır? İblis. Ay, İblis. orada Arifdir. Dastani Əhməd Hərami. Bəli, Dastani Əhməd Hərami. Əhməd mənfi obrazdır, amma əsərin baş qəhrəmanıdır. Düzdür. Baş qəhrəman mənfi obrazda ola bilər, müsbət obrazda. Kim? Bomba. Hə. O da mənfi obrazdır, düzdür. Düzdür. Baş qəhrəman da mənfi obrazdır. Doğrudur. Kərbəlayı. Hə. Proobraz. Biz ona biz ona izah edirəm. Gəlirəm yavaş-yavaş ona. Məsələn, Oqtay Əloğlu əsərindəki Oqtay varmı? O Oqtay əslində Cəfər Cabbarın proobrazıdır. Əslində o obraz onun özüdür. Özünü proobraz nədir? Həyatda yaşayan bir insanı, fakt həyatda bu adam yaşayır. O insanı obraz kimi əsərə gətirdimsə, buna deyirik proobraz. Ana bacı, Abdullah Şaiqin. Əslində o qadın həqiqətən o hadisə olur. O qadın həyatda yaşayıb, Abdullah Şaiqin bu başına gəlib, olub bu hadisə olur. Həmin qadının real həyatda yaşayan insanı obraz kimi ana bacı adı belə idi. Ana bacı adı kimi əsərə gətirdi, proobrazdır. Köməkçi obrazlardan bir şey görək, Oqtay Əloğlu'nda var idi, qızı teatr aparırdı. Məsələn, orada Firəngizin rəfiqələri Nadia, tutaq ki, Nadia, köməkçi obraz. Hə. Komediyada proobrazın olmağı məcbur deyil.
Ümumiyyətlə heç bir əsərdə o məcburi deyil. Proobrazın olmağı heç bir əsərdə məcburi deyil. Ola da bilər, olmuyor. Bir də misal göstərdim də, Oktay Eloğlu elə Cəfər Cabbarlı deyirlər ki, öz proobrazını yaradıb orada. Sanki özünü yaradıb da, belə deyim, o da teatr vurumu olan adam idi. Ha da elə bil ki, öz adını Oktay adından özünü əsərə gətirir. Yaxşı, sonra nə dedik? Mənfi obrazlar, müsbət obrazlar. Əgər müəllifin ideyası var da, oxucuya çatdırmaq istədiyi fikir, bu ideyanı dəstəkləyən, bu ideyanın tərəfdarı, bu ideyanı aşılayan obrazlar müsbət obrazlar. Məlum məsələdir ki, heç bir müəllif mənfi bir şey aşılamaz da oxucusuna. Hələ mən indiyən kimi elə bir əsər görməmişəm ki, insanı pis yola çəksin. Hamısının ideyası mükəmməldir. İnsanı doğru yola çəkməkdir məqsəd. Bilmirəm, kitab oxursunuz yoxsa yatışırsınız. Qulaq asırsınız, mövzuya baxırsınız. Lap yaxşı. Belə durub bilmirəm, yatırmı kitaba baxır. Yardımcı obrazlar, mənfi obrazlar bildik. İdeyanın əksinə gedən obrazlar mənfi obrazlardır. Onun tərəfdaşları müsbət obrazlar. Sonra var epizodik obrazlar. Epizodik obrazlar nə deməkdir? Və indi bitən kimi sual verəcəm, görüm kim bilir, kim bilmir. Yoxunuzu dağıtılır. Epizodik obrazlar nədir? Yəni, hadisələrin gedişatında o obrazın, demək olar ki, belə, necə deyim, rolu yoxdur deyim, bəzən deyim ki, çox az bir qismdə. Hər hansı bir epizoddaca, kiçik epizodda görünüb itib, görünüb yoxa çıxıb. Məsələn, nümunə kimi verib sizə, Vaqif dramında təlxək var, orada arada müəyyən epizodlarda görünür, Qacar öləndə də gözə görürük deyil. Başlayırdı o qocanın fikirlərini təkrar eləməyə. Təlxək obrazı yox idi, ortalıqda o klonluq elirdi, təlxəklik elirdi. İnsanları güldürmək üçün, əyləndirmək üçün. Təlxək obrazı, Xampəri epizodik obraz kimi yox. Əsas istədə hadisələrin gedişatında o partlatmaqsa orada onu gətirən, Məstər Şah gətirib tanış eləyən Xampəri idi. Orada bax, Qurbanəli bəydə o arada aşbaz var, atın baxıcıları var, sonra ortalıqda gedib gəlirdilər, əl-ayağa qalıb yürünürdülər qonaqları qarşılamaq üçün. Onlar epizodik obrazlardır. Fikrim çatıra bildim. Burada nə qaldı? Hamısını dedik mi? Tip xarakter dedik, baş qəhrəman dedik, müsbət mənfi dedik, əsas da epizodik obrazlar dedik. Sonra nə qaldı? Prototip dedik. Prototip, praobraz eyni şeydir. Altından xət çəkin. Prototip, praobraz. Prototip, praobraz eyni şeydir. Birdən ayrı-ayrı terminkin qabağınıza çıxar. Portret. Portret nədir? Əsərdə müəllif sözlə obrazın şəklini çəkir. Portret adətən bir var foto şəkil, bir var portret. Portret rəssamın çəkdiyi şəklə deyilir. Foto, o fotoaparatla çəkilən şəklə deyilir. Foto, portret. Düzümü? Rəsm. İndi elə təsəvvür edin ki, rəssam boya ilə, fırça ilə insan şəkli, portret çəkir. İnsan şəkli. İnsan şəklinə portret deyirlər. Müəllif də sözlə çəkir. Ona görə əsərdə, misal üçün, dizi Aynalı Pəhləvan var idi, əsər. Orada görürsünüz, bir anlıq o Rüstəm Zalın elə portretini verdi ki, adamın gözün qabağında Rüstəm Zal gəlir. Və ya Koroğlu dastanında, bəli, Koroğlu dastanında sözlə Koroğlunu elə göstəriblər ki, bir anlıq ki, özün qabağında o belə kulturist kişilər olur, enli kürək, hündür boy, belə üçbucaq kimi, bığı burada, əli ayağı yekə belə, bir anlıq gözün qabağına gəlir. Niyə? Oxuyanda canlandırdıqda gözümüzün qabağına. Bu portretdir. Sonra gəldik nəyə? Süjet. Süjet içində J var. Hansı dildən götürürlər? Fransız dilindən.
Fransız dilindən mənası nədir? Altına xətt çəkin. Təsvir olunan hadisənin özü demək. Bu terminlərə diqqət edin ha. Bəzən adamı elə yerdən vururlar ki, məsələn deyir ki, izahı təsvir olunan hadisənin özü deməkdir. Başdır variantlara ədəbiyyata terminlər qoymağa. Söhbət süjetdən gedir. Süjetin gəlin bunu çəkək. Gəlin bunu çəkək. Sinifdə həmişə dedim, gəlin dağ çəkək. Gəlin dağ çəkək. Nə deyirsən? Piramida. Piramida çək. Çəksək daha yaxşı. İlaydən piramida bir çəkək. Bakıyorum lütfen başı görünmür. Beni ele çektim ki. O görüm düşürmü? Açık aşağıdan çeksin. Kulminasya yazsın. Sakin. Mısır ehramı. Çektik. Ha, sınıfların İsmail yardımdadır. 7. sınıflar. 8. sınıf. Maşallah, şimdi olur olsun. Ha. Geldik. Geçen de demiştim bunu. Kızlar. Ha. Ah, kitaba bakarsın. Bir de buna bakın, sonra kitaba bakın. Demek burada süjet birisi yani, süjet. Bak yazıram. Süjet. Əsərdəki hadisələrin, bax biz niyə dedik şeirlərdə, lirik sözdə süjet yoxdur? Çünki orada hadisə təsvir olunmur ki. Hadisə görə təsvir olunan ki orada süjet olur. Hadisə yoxsa süjet. Süjet bilsin nədir? Hadisələrin sadədən mürəkkəbə doğru keçdiyi inkişaf prosesi. Hadisələrin ardıcıllığı, süjet hadisələrin baş vermə ardıcıllığı. İndi bu necə gedir? Əsər başdadır. Giriş elə, giriş. Girişdə bilirsiniz ki, ümumi məlumat verilir. Ümumi. Buna deyirik ekspozisiya və ya bədii giriş, bədii müqəddimə. Neçə ad dedim bura? Neçə ad dedim? Elmi adı ekspozisiya, aysan, bədii giriş və ya bədii müqəddimə. İkisini də paşa könlümü hansı üstündə geçsin? Müqəddimə. Hadisə başlar. İndi gedirik. Hadisələr başlayır. Əsərdə ardıcılıq. Birinci hadisə baş verir. İkinci hadisə baş verir. Üçüncü hadisə. Dördüncü hadisə. Və bu hadisələr davam etdikcə problemlər artıq düyünləməyə başlayır. Getdikcə problem artmağa başlayır. Problem problemə cavab verir. Buna deyirik zavyaska. Elmi adı budur. Zavyaska. Hə, problemlər get. Problemlər o qədər getdikcə çətinləşir, qəlizləşir ki, pik nöqtəyə çatır. Pik nöqtəyə. Buna nə deyirik? Kulminasiya. Bir adı da var. Nədir? Kulminasiya. Nədir bu adı? Kulmen. Hadisələrin çatdığı, biz buna el arasında biz nə deyirik? Bıçaq sümüyə dirənir da. Bıçaq sümüyə dirənir. Səbir kasasını dolan daşanır. Bu kulminasiya. Elə bir partlayış olur da, hadisələr artıq partlayış olur. Sonra getdikcə hadisələr, problemlər öz həllini tapmağa başlayır. Buna deyirik düyünlərin açılması. Burada da yeni hadisələr. 5-ci hadisə. 6. Bayaq qalxırdıq, indi düşürürdü. Tasa pasası yatdı deyirik. El arasında. O zavyaska, bu razvyaska. Açıldı düyünlər. Razvyaska. Razvyaska. Getdikcə hər şey öz həllini tapır. Su axır çukurunu tapır. Problemlər həlli yolunu tapır. Tapa gedir. Burada düyünlənən hadisələr indi həllini tapır. Sonda gəlirik. Artıq bitdi. Final.
Final. Əsərin nəticəsi. Nəticə hissəsi final. Buna biz nə dedik? Süjet xətti. Süjet xətti. Bax, bu zavyaska ilə razvyaska, kulminasiya bu əsərin mətni bölürük, giriş əsasda nəticə. Ekspozisiya giriş hissəsi. Final nəticə hissəsi. Bu hadisələrin düyünləməsi, zavyaska, kulminasiya, razvyaska bütün prosesdə gedir əsərin əsası. Ona görə əsas deyirik də orada. Hər şey gedişat orada. İndi burada bizim nəyimiz qaldı, mən demədim. Final, bəzən bədii sonluq, onu yazmadım var. Bədii sonluq da deyək. Burada bədii girişdə deyil, bədii giriş. Burada deyirsən bədii sonluq. İki cür deyə bilərsən. Bu oldu bizim süjetimiz. Sonra başlıqlara baxın, nə izah eləmədim sizə. Kompozisiya. Kompozisiya nədir? Hardan yazın? Yazmasam da olur. Aslında o yazmaya ihtiyaç yoxdur. O izahlandı. Qoy oturun. Çox ayası duranda dayanma. Kompozisiya nədir? Bilirsiniz uşaqlar. Əsərə aid nə varsa, hər şey, hamısına bir yerdə deyirik əsərin kompozisiyası. Kompozisiyanın ünsürləri testdə var. Testdə var, diqqətli olun. Kompozisiyanın ünsürlərini səndən istəyir. 1. Yazın üstünə, bax, burada var elə. Dairələ. 1. Epiqraf kompozisiyanın ünsürüdür. 2. Prolog. 3. Epilog. Sonra 4. Peyzaj. Peyzajı bayaq dedim. Təbiət təsviri. Demək, peyzaj kompozisiyanın ünsürüdür. Peyzaj kompozisiyanın ünsürüdür. Yəni bir parçası. Sonra lirik haşiyə. Demək, kompozisiyanın neçə ünsürü oldu? 5 ünsürü. Epiqraf, prolog, epilog, peyzaj, lirik haşiyə, buna lirik ricətdə deyirik. İndi gəlin, baxaq, epiqraf nədir? Epiqraf özə harda gəlir? Diqqətli olun. Sən baxırsan kitaba. Epiqraf harda gəlir? Dəqiqliklə, test deyir. Ya əsərin adı verilir. Adından sonra gəlir. Bax, səhvən yazır ki, epiqraf əsərin adından əvvəl gəlir. Yanlış. Ya da əsərin içində fəsillər olur. Birinci fəsil, ikinci fəsil, birinci bölmələr. O bölmələrdən sonra da gələ bilər. Ha, epiqraf. Əsərin lap əvvəlində də, bölmələrin əvvəlində də gələ bilər. Epiqraf nədir? Hikmətli fikir. Aforizm. Bəli, bu hikmətli fikir müəllif öz fikrini də yaza bilər. Əsərə hələ girməyib. Eləcə adını yazıb. Başqasından da misal gətirə bilər. Məsələn, Qurbanəli bəy də Cəlil Məmmədquluzadə kimdən epiqraf gətirdi? Google-dan. Allah sənə rəhmət eləsin, Google. Onun bir şeyi var, əsəri göz yaşları içərisində gülür. Məsələn, demək olar ki, eyni mövzuda yazılmış əsərdir. O əsəri oxuyandan sonra Google-a bir rəhmət oxudu, sonra başladı öz əsərini yazmağa. Yəni, nə deyirsənmiş, düz deyirsənmiş. Həmin şeylər bizdə də baş verir. Fikrim çatıra bildim. Sual. Sizcə epiqrafın əsərin məzmununla əlaqəsi varmı? Var. Altına xətt çəkin. Bax, görürsünüz, sizin əhəmiyyət vermədiyiniz cümlə testin cavabı gəlir, çıxar. Altından xətt çəkin. Nə yazın? Əsərin məzmunu və ideyası ilə epiqraf bağlı olur. Altından xətt də. Bu sənin testinin bir cavabı. Əhəmiyyət vermədiyiniz cümlə gəlir. Testə düşür. Sonra, bildiniz nə epiqraf nədir? Kimdənsə misal gətirir, hikmətlisin, sonra əsərə keçid alır. Pro, ümumiyyətlə, içində p hərfi olan, tutaq ki, şəkilçiləri yazanda deyirik, prefiks, sufiks. Prefiks ön artırılan şəkilçi. Sonra deyirdik, protezda, yenə artırılan səslə deyirdik. O p hərfi gələn, sanki əvvəldə, bax, prolog yadda saxlayın, prolog ön söz deməkdir. Məsələn, tutaq ki, getmişəm kitabxanaya, roman, baxıram, qəşəng çeşid romanlar var. Birini götürürəm, almaq istəyirəm. İndi bu qalınlıqda kitabdır. Mən onu başdan ayağa orada oxumam mümkünsüz də axı. İndi mənə də maraqlıdır ki, görəm burada nədən danışır? Bu
mən bunu almayım. Bunun üçün nə edirəm? Açıram kitabı, baxıram ora yazıb nə? Proloq. Proloq nədir? Elə bil ki, əsərin ön söz deyil. Əsərin konspekti. Əsərin anonsu. Bəli, o filmlərdə anons verirlər ya qabaqcadan ki, gələn bölümdə nə olacaq. Proloq da odur. Yəni bu əsərdə nədən danışır? Müəllif burada hansı obrazın sayəsində obrazın da adını çəkir ki, əsərin baş qəhrəmanı filan kəsbir və ya əsərin yazma səbəbini açıqlayır müəllif. Bu əsəri niyə yazır? Bunu yazmaqda məqsədi nədir? Ümumi orada məni məlumatlandırır. Mən proloquca oxusam, mənə bəs eləyir. O kitabı almıram. Fikrim çatıra bildim. Elə bir ki, əsərin ümumi anonsu var orada. Epilog, son söz. İndi sizə göstərəcəm orada epilog. Əsərin sonunda gəlir. Amma nə var? Hadisələr bitdi. Əsər bitdi, hadisələr bitdi. Hadisələr bitəndən sonra müəllif öz fikirlərini ümumiləşdirir. Öz fikirlərini ümumiləşdirir, verir. Buna sizə əyali sübut olsun deyə, yəni nümunə olsun deyə. Aldanmış Kəvakib, bir dənə tez müddərcatdan bax, aç ol. Aldanmış Kəvakib, cəldə ol, orada sizə epilogu göstərim. Aldanmış Kəvakib, tez aç. Bəli, povest. Baxın, mən tapdım. 149. 149. Tapdınız. Hə, indi buradakı epiloqa baxaq. Əsərin lap axırına aç. Əsərin lap axırına. Açdınız mı? Axırdan, lap axırdan. Birinci, ikinci abzas var. Bax, sənin epiloqundur, bax. Ondan qabaqki abzasda hadisə bitdi. Fikir verin, son cümlə nədir? Deyir ki, İran əhlinə aldadı, biçarə və təqsirsiz Yusif Sərracı bədbəxt etdilər. Şah Abbası kənar qoyub 40 il sərasər onun cəlladlığına, zülmkarlığına etinasız baxdılar. Burada hadisələr bitdi. Bitdi. Yusif Sərracı ilmini bitirdilər, yerinə Şah Abbası gətirlər, qaytarıb taxta qoydular. Halbuki 40 il bunlara zulm eləyib. Hadisə bitdi. İndi fikir, müəllif öz fikrini açıqlayır. Öz fikrini ümumiləşdirib. Şah Abbasın zülmkarlığının alçaq əlaməti buydu ki, bir oğlunu öldürdüyü, ikisinin dəxini gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Amma ulduzlar da qınamaq olmaz. Ulduzların heç vaxt xəyalından keçməzdi ki, İran əhli onları aldadacaqdı. Həqiqi padşahın əvəzinə süni bir padşahı onların səmadəsinin altına salacaqdır. Sonra nə deyir? Vallah, bu İngiliz tayfası qəribə axmaqdır. Belə xətərli millət ilə az qalmışdı çəng başlayalar. Yəni, deməzdir ki, İngiliz tayfası qəribə deyir, axmaq deyir tayfadır ki, yəni, belə deyir, xətərli millətlə az qalırdı ki, müharibəyə başlayalım. O müəllifin fikridir. Bu əslində burada nə demək istədi? İndi əsəri keçəcək, amma keçmişik də bilirsiniz. Orada burada yerdəkilər göydəki ulduzları allatdılar. Xəta Şah Abbasa deyil, Yusif Sərraca gəldi. Ulduzları allatdıq da biz elə. İndi yəni bu millət belə millətdir, yəni qorxulu, xətərli millətdir. İngiliz tayfası qorxmur, bunlarla müharibə edir. Yəni başını elə oyun açarlar ki. Lağla deyir də, lağla. Bu müəllifin ümumiləşdirmiş fikridir. Bu bizim oldu. Nəyimiz? Epilogumuz. İndi sizə bir sual verim. Bütün əsərlərdə epilog olmalı vacibdirmi? Epilog varmı? Olmayan əsərlər də var. Hadisə bitir, onunla da əsər bitir. Epilog olmaya bilər. İndi sual. Testə düşür. Epilog daha çox hansı janrlarda ola bilər? Tap, orada var. P-ları yadda saxla. Bax, povest, poema, roman, sonra xəttədiniz mi altını? Testə düşür. Testə düşür. Görüm, haradaydı o xəttəyə altını? Qeydə baxın. Poema, povest. Mən sizə nədən nümunə göstərdim? Povestdən. Mənim göstərdiyim nümunə povest idi.
Ən çox olur. Ax, mən dedim, bayaq sual verdim ki, sizcə bütün əsərlərdə varmı? Xeyr. Daha çox olur poemalarda, romanlarda və povest. Belə yadda saxlayın. Belə yadda saxlayın. O janrdır ki, orada hadisələr çox şaxəli təsvir oluna bilər. Bir yox, bir neçə hadisə. Bütün o hadisələri ümumiləşdirir, axırda öz fikrini söylüyor. Qaldı nə? Peyzajı bayaq dedim. Lirik haşiyə. Buna lirik hüccətdə deyirik. Lirik haşiyə nədir? Bu mövzunu qoyub, o bir mövzuya keçmək. Deyirik, burada nədən danışır? Bundan bu da aynı başqa şeyi keçdi. Məsələn, Dəhnamədə Bahariyə lirik haşiyədir. Dəhnamə məhəbbət mövzusundadır, amma oradan bir dənə mövzu kənara çıxır, orada Baharı təsvir edir, təzə mövzuya qayıdır. Nə? İskəndər Roman, ümumiyyətlə poemalarda. Poemaların əksəriyyətində lirik haşiyə var. Lirik haşiyə var. Məsələn, sizə nümunə kimdən göstərim? Leyli Məcnun. Leyli ilə anası oturur, söhbət eləyir. Bunların arasında diyalog gedir. Sonra qəfil keçir nəyə? Kiçik bir haşiyəyə çıxır, kənara çıxır, mövzudan kənara çıxır. Tez gəl. Mövzudan acana kənara çıxır, nə edir? Leylinin dilindən bir dənə qəzəl. Bir şeir. Bu mövzudan kənarlaşmaq da acayip. Leyli nə hiss elədi? Hansı hisslər keçirdi? Anası onu danıyandan sonra. Məktəbə də qadağa qoyduk da getməsin. İndi otur fikirləş ki, mənim axır Məcnun da harda görə bilərəm. Kim çatıra bildi mi? Poemalarda verilən qəzəllər ki var, o lirik hissələr. Onlar lirik haşiyələrdir da. Hadisəni danışır. Bir dənə. Ay, Xosrov nə hiss elədi? Fərhad nə hiss elədi? Onun daxil aləmi göstərmək üçün şeir verir. O şeir nədir? Lirik haşiyə. Aydın oldu. Nə qaldı burada Ayşoxlar? Bədii təsvir ifadə vasitələri bir şey var. Bu bədii əsərin quruluşu, bu ayrıca bir testlərdir. Təsvir ifadə vasitələri ayrıca. Təsvir ifadə vasitələrini keçmişəm. Bədii üslubu izah eləyəndə keçmişəm. İzahını vermişəm. Amma gələn dərs təkrar bir də izah eləyib acı çəkiliş eləyərik. Bu arada biz izləyənlərə nə deyək? Bizi izləyənlərə nə deyək? Abinə, bax videoya baxırlar. Baxış sayına baxıram, həqiqətən deyirəm. Məsələn, bəyənmələr də pis deyil. TikTok səhifəsində 12.4K-nı göstər. Baxırlar, baxış sayına baxıram, baxış sayı çox olur. Amma bəyənmə az olur. Nə də takib az eləyirlər. Baxır, amma takib eləmir. Çox maraqlı bir şeydir. Sizi şoklar.